Vaxtınız xeyir olsun. Gördüyünüz kimi studiyamızda tamam başqa bir abu-hava var. Yəni səmanın rəngləri əks olunub. Xeyr, mövzumuz səma haqqında olmayacaq. Çox maraqlı sürprizlərlə dolu, dinamik, çılğın, əyləncəli bir maqla qarşınızda olacağam və sürprizlərlə dolu olacaq. Ona görə də sizi biraz intizarda saxlamaq məcburiyyətindəyəm. Onu deyə bilərəm ki, əvvəlcədən bir ipucu verim ki, verilişimiz 2 hissə olacaq və ikisi də bir-birindən əyləncəli. Ona görə də intizar demişkən, yaxşı, artıq yetər. Mən qonaqlarımı dəvət etmək istəyirəm. Elə isə qarşılayaq. Özünüz tanıyacaqsınız onları. Buyurun gənclər. Gənclər, hər biriniz xoş gəlmişsiniz Maqın studiyasına. Özünüzü necə hiss edirsiniz? Hər şey yaxşıdır. Əla, hər zaman əla olun. İstərdim ki, vaxt itirmədən ilk olaraq Ruslan sizdən başlayım. Belə ki, bura yığışmağımızın, bir araya gəlməyimizin səbəbini elə siz bizə deyəsiniz. Mətbuat katibi olaraq. Salam, bizə bura yığışmağımızın əsas səbəbi əlbəttə ki, BMT-nin 70 illik yubileyinin keçirilməsidir. Çox gözəl bir haldır ki, Azərbaycanlı insanlar, Azərbaycan hökuməti və bizim digər tərəfdaşlarımızla bir yerdə biz bu yubileyi keçiririk və bu yubiley çox yüksək səviyyədə hal-hazırda keçirilməkdədir. Elədir ki, var. Bəlkə elə BMT-nin yubileyinə bir də Happy Birthday həsr edək, elə gitaranın sədaları altında. Kimi seçim ki? Seymur. Seymur bizim üçün oxusun, Cəvid isə bizim üçün gitarada ifa etsin və BMT-ni buradan təntənəli surətdə təbrik edək. Elə hamımız buraya toplaşmışkən, hə? Razısınız, Cəvid və Seymur. Çünki Seymurun eşitmişəm, yaxşı səsi var. 3, 2, 1, getdik. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear you and happy birthday to you. Alqışlar Seymur üçündür. Təşəkkürlər Seymur və Cəvid. Çox sağ olun və istərdim ki, keçid alım növbəti sualıma. O da sizə olacaq. Ruslan, belə ki, BMT Azərbaycanda artıq neçə ildir fəaliyyət göstərir? Mən istərdim ki, bilməyən müasir Azərbaycan gənclərimizin nəzərinə məhz bu tarixdə çatdıraq. Qısa olaraq BMT haqqında da məlumat deyəcəm. Demək, 70 il bundan əvvəl 2-ci Dünya müharibəsindən dərhal sonra Birləşmiş Millətlər haqqında bir samit oldu. Həmin o samitdə Birləşmiş Millətlər Təşkilatının yaradılması qərarı alındı və bu qərarın milli qanunvericilikdə, milli parlamentlərdə ratifikasiyası məhz sonuncu olaraq 24 oktyabrda oldu deyə və həmin günü sonradan BMT-nin günü olaraq qeyd olunmağa başladı. BMT Azərbaycanda artıq 20 ildən çoxdur fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra BMT Azərbaycana gəlmiş. İlk əvvəllər biz Azərbaycana humanitar yardım əsasında işləyirdik. Daha sonra biz Azərbaycanla tərəfdaş bir qurum kimi işləməyə başladıq. Belə ki, Azərbaycan artıq bu illər ərzində çox inkişaf etməyə başladı. Bu da bizim və Azərbaycanın uğuru sayıla bilər. Super! İndi isə istərdim ki, gənclərimizlə söhbətə davam edin. Belə ki, Seymur, sən başla. BMT nəzdində bir çox layihələr həyata keçirmişsiniz. İstərdim ki, onlardan danışasınız. Həmçinin iştirak etdiyiniz forumlar. Təbii ki, BMT-nin nəzdində çoxlu layihələr keçirilir və layihələrə təbii ki, aktiv tələbələr qoşulurlar adətən. Bu BMT model elə bir şeydir ki, yəni bir tələbə olaraq, bir gənc olaraq insan özünü istər-istəməz bir səfir kimi hiss eləyir və onu da qeyd edeyim ki, bir kostyumu geyinirsən və çıxış eləyirsən, onun özü bir formalaşmadır, yəni artıq gözəl bir startdır, belə deyərdim. Və onu qeyd edeyim ki, bu yaxınlarda, avqust ayında Daşkəsəndə çox gözəl bir proyekt oldu. Çox gözəl oldu. Hətta mən çox təəssüfləndim, o haqda bir veriliş etmişdik. Təəssüfləndim ki, axı nəyə görə mən qatıla bilmədim, məlahəti göndərdim ora. Belə bir şey alındı. Bəli. 80-dan artıq, yəni 80-dən artıq tələbə var idi. Fərqli universitetlərdən və çox gözəl özlərini göstərdilər. Yəni, belə deyək ki, müəyyən səfirlərdən belə gözəl çıxış edirlər. Artıq gözəl bir addım atmışdılar, yəni. Onu da qeyd edeyim ki, hal-hazırda 24 oktyabrda keçirilən tədbirdə çox gözəl təəssüratlar, təbii ki, tələbələrimiz aktiv iştirak elədilər. Yəni hər zaman olduğu kimi. Hər zaman özünüzü göstərdiniz. Azərbaycan olaraq qalır. Sözsüz ki, biz böyük məmnuniyyətlə
fəxr hissi ilə biz öz ölkəmizi təmsil elədik təbii ki və digər ölkələrlə də görüş zamanı çox müsbət, pozitiv fikirlər aldıq. Ümidvaram belə də davam eləyəcək və inşallah Ümidvarsan belə davam edəcək. Mən isə ümidvaram ki, bundan da yaxşı davam edəcək Seymur. təbii ki, bundan da yaxşı olaraq Davam edəcək. proyektlərlə irəli. Və Günay, bizə deyə bilərsənmi BMT sənə nə qazandırdı? İştirak etdiyin layihələrdən. BMT ilə bağlı ilk layihəm Seymurun qeyd etdiyi kimi Daşkəsəndə keçirilən konfrans oldu. Bu layihədə ilk dəfə BMT-nin modeli haqqında məlumat əldə etdim və burada 80-dən artıq uşaq var idi, Seymurun qeyd etdiyi kimi. Bu həmçinin universitetlər arası uşaqların əlaqələrinin inkişaf etməsində çox mühüm rol oynadı. Həmrəyliyi daha da artırdı hər halda. Bu konfransdan qayıdandan sonra çoxlu əhatəm genişlədi. Burada müxtəlif universitetlər arasında hələ də layihələrimiz davam etməkdədir. Super. Və bu da inkişaf etməyə kömək edir. Həmçinin orada iştirak edən uşaqların çoxu beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər uşaqları idi ki, bu da onların gələcək karyerasında çox böyük, önəmli addımdır ki, özlərini həqiqi diplomat kimi inkişaf etdirmələrində böyük bir rol oynayır. Və istərdim ki, Pərvin də bizə öz təəssüratlarını bölüşsün BMT ilə bağlı. Buyur. Əslində mən BMT ilə tələbəliyimin ilk illərindən tanışam. 2013-cü ildən artıq ilk layihələrdən və BMT-nin belə deyim, müxtəlif komissiyalarının, müxtəlif təşkilatlarının tədbirlərində iştirak eləmişəm və dostlarımın da qeyd etdiyi kimi ki, mən onları həmin tədbirdən tanımışam. Olduqca maraqlı keçən Daşkəsəndəki BMT simulyasiyası tədbiri həqiqətən də mükəmməl dostlar qazandırdı. Siyasi biliklərinin inkişaf etməsində kifayət qədər böyük rolu oldu və eyni zamanda ən sevdiyim cəhəti oldu ki, bu artıq davamlıdır. Biz hər birimiz öz universitetlərimizdə MUN klublar, yəni simulyasiyalar üçün həyata keçirmək üçün klublar yaratmışıq və artıq bu tradisiyanı, bu ənənəni davam elətdiririk və hər birimiz də planlaşdırırıq ki, artıq bunu öz universitetlərimizdə keçirdək və davam etdirək. Və Pərvindən sonra mən keçid almaq istəyirəm yenidən Ruslana, çünki Cavidlə uzun bir söhbətimiz olacaq, həmçinin ifadə edəcək bizim üçün. Özünə imdən adaptasiya et bu proseslərin hər birinə. Mən istədim Ruslan, sizə sual ünvanlayım ki, 70 illiyini qeyd edirik. 70 deyəndə biz deyirik, MAQ hara, müasirə gənc hara, 70 illik hara, BMT doğrudanmı qocalır? Yəni mən bunu təsəvvür belə etmək istəyirəm. Bu həqiqətən də belədir. BMT-nin 70 yaşı olmağına baxmayaraq, o son zamanlar gəncləşməyə başlayıbdır. Bunu biz belə deyə bilərdik və bu yaxınlarda demək olar artıq bir neçə ildir BMT baş katibinin yanında Gənclər üzrə xüsusi elçi ofisi yaradılmışdı. Super. Və bu yaradıldıqca da biz Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə daha yaxından əməkdaşlıq edirik. Məhz bu benefisiarların hər biri bizim Gənclər və İdman Nazirliyi ilə edilmiş layihələrimizin nəticələridirlər. Və Cavid də vurğulamaq istərdim ki, o həm də BMT-də təcrübə proqramında iştirak eləyir. Mən bütün gənclərə səslənmək istəyərdim ki, əgər özünüzü gənc diplomat, gələcəyin bir diplomatı görmək istəyirsinizsə, bizimlə mütləq əməkdaşlıq eləyin, bizə müraciət eləyin. Bizdə yer olarsa sizi mütləq təcrübə proqramınızda təkmilləşdirə bilərik. MAQ-lar bundan yaxşı nə fürsət ola bilər axı sizin üçün? Sizə qalır sadəcə bu fürsətdən yararlanmaq ki, mən əminəm ki, siz bundan yararlanacaqsınız hər zaman olduğu kimi. Və Cavid Ruslan qeyd etdi ki, sən təcrübə proqramlarına qatılmısan, deyə bilərsən hansı təcrübələrdən keçmisən və nə kimi məlumatlar əldə edib təkmilləşmisən? Buyur. Təcrübələrdə mənə daha çox BMT-nin yaranmasına bu günə kimi Azərbaycan olan fəaliyyətləri haqqında çoxlu məlumatlar verilib. Təhsil aldığım ixtisas üzrə daha çox mənim gələcək perspektivlərimə uyğun olaraq İxtisasın nədir? beynəlxalq münasibətlər. Beynəlxalq, aha. Yəni bu ixtisas üzrə mənə daha çox biliklər verilmişdir. Yəni hazırki dövrdə də özüm orada kurs keçməkdə davam edirəm. Super. İndi görürsə Cavid indi bizim üçün ifa edəcək. Buyur Cavid. İfa nə olacaq? Bəlkə onu da bizə açıqlayasan mikrofonla. İfa haqqında heç bir fikrim yoxdur. Mix bir şey olacaq. Sən də bizə sürpriz hazırlamısan. Çalışacağam ki, sürprizə yaxın bir şey olsun, Okay. maraqlı olsun. Buyur, gitaranı götür və ifanı bizim üçün et. Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən. Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən. Bir də, cavan olmam bir də mən. Bir də, cavan olmam bir də mən. Əzizim baxdı yarım, baxdım o taxtı yarım.
baxdı yarım, baxdımın taxtı yarım. Gözündə göz izi var, sənə kim baxdı yarım. Gözündə göz izi var, sənə kim baxdı yarım. Baxdı, baxdı, sənə kim baxdı yarım. Baxdı, baxdı, sənə kim baxdı yarım. Əzizim sarayından, eşkimin sarayından. Əzizim sarayımdan, eşkimin sarayından. Gündə bir kərpiç düşdü, eşkimin sarayından. Gündə bir kərpiç düşdü, eşkimin sarayından. Düşdü, düşdü, eşkimin sarayından. Düşdü, düşdü, eşkimin sarayından. Və budur, yenə eşq, yenə sevgi və Cəvid. Təşəkkür edirik Cəvid. Deyəsən sən də yaman eşqdən, sevgidən əziyyət deməzdim, yəni düşünürsən bu haqda çox. Yəni məncə musiqi ilə əlaqəli olan hər kəsin ürəyində, yəni sevgi, eşq həmişə olmalıdır. Bəs görəsən Seymur bu fikirlə razılaşır. Mən də o vaxta qədər mikrofonu uzaqlaşdıram ki, daha rahat söhbət edək. Narahat olma, mən güclü qızam. Çox sağ ol. Seymur, yox, zarafat edirəm. Görürəm sən yaman tər bastı, narahatçılıq yarandı. Ona görə də sualımı dəyişirəm, tamam başqa bir sual verəcəm. Forumda iştirak etdiniz BMT Munda və aktiv, ağız dolusu danışıqlarınızdan da görünür ki, çox maraqlı, əyləncəli və faydalı vaxtlar keçirtmisiniz. Bəs ondan sonraki fəaliyyət planınıza nələr daxildir, nələr düşünürsən? Onu qeyd edeyim ki, nə başladısa ondan sonra başladı. Çünki artıq universitetlərdə tətbiq olunur bu United Nations-ın modeli, yəni BMT-nin modeli və artıq tələbə seçimləri başlayıb. Onlar yəni öz CV-lərini göndərirlər, belə deyək, application form doldururlar ki, və onlara əsasən o seçimlər aparılır. Tam dəqiq olsun deyə qeyd edə bilərəm ki, artıq İqtisad Universitetində 40 tələbədən artıq seçim var, yəni faktiki olaraq və onlara təlimlər keçiriləcək. BMT-nin nə olduğu anladılacaq və onlar da həmin bu simulyasiya oyunlarının təşkilində belə, belə onların oynanması düzgün, yəni artıq təkmilləşdirilməsində özlərini formalaşdıracaqlar. Əla, hətta mənim əlimdə burada yapışdırıcılar da deyim, yəni ki, yaxalıq bəli. Təşəkkürlər Cəvid. BMT Baku. Burada istəyirsiniz, Ruslan, siz nələrsə əlavə edə bilərsiniz? Yaxalığa dair bunu yəqin ki, iştirak edən gənclərə verilir və maqa verilir. Bu layihə əsasında yenə də həyata keçirilmiş bir yaxalıqlardır. Demək, yəni biz hər bir universitetlərə müraciət edirik ki, onlarda beynəlxalq münasibətlər, siyasi elmlər sahəsində işləyən tələbələr, yəni çalışan və təhsil alan tələbələr özlərində qərar qəbul etmək qabiliyyətini inkişaf etdirsinlər. Çox önəmlidir qərar qəbul etmək. Və bunun üçün də biz BMT model konfransları, seminarları və təlimləri keçiririk ki, həmin insanlarda hansısa bir ssenari, hansısa bir case üzərində onlarda qərar vermə qabiliyyəti, qərar vermə təcrübəsini yaradaq. Bunu yaratdıqdan sonra demək, biz belə bir yay məktəbi keçirdik Daşkəsəndə və ondan sonra hər bir universitetin nümayəndələrinə öz universitetlərində bu klubları yaratmağı tapşırdıq. İndi görək bunlar necə yaradıblar, necə tapşırdıqlar, onu sonraki qiymətləndirmədə biləcəyik. Əminəm ki, bu tapşırığın öhdəsindən çox məsuliyyətlə gələcəklər və istərdim ki, Günayın da fikirləri var, öz fəaliyyəti ilə bağlı ki, necə davam etdirəcək. Buyur Günay. Əslində indiyə kimi bir çox proqramda iştirak etmişəm. Bu proqramlarda misal üçün konfranslar bitən kimi bütün heyət dağılır. Amma bunun bir fərqi var ki, bizdə konfrans neçə ay əvvəl bitsə də artıq hələ də birik. Hər dəfə bir tədbir olanda görüşürük və birliyimizi qoruyub saxlayırıq. Və universitetlər arasında bu təşkilatlar getdikcə genişlənir. Misal üçün bizim öz universitetimiz ADA Universitetində mən əvvəllər daha çox sadəcə iştirakçı kimi fəaliyyət göstərsəm də indi artıq idarə heyətinin bir üzvüyəm və burada artıq biz şagirdləri qəbul edib biz onlara seminarlar, təlimlər keçirik. Mən istərdim ki, söhbəti bizim çox aktiv, hər zaman BMT-də nə zaman danışırsa Pərvin mütləq iştirak edir və öz fəaliyyətindən geniş, ətraflı bizə məlumatlar çatdırır və mənim məlumatım var ki, Pərvin, sən bu yaxınlarda İordaniyada keçirilən bir forumda səhv etmirəmsə iştirak etmisən və ölkəmizi çox gözəl təmsil etmisən. Buyur, özün ətraflı məlumat ver. Təəssüratların barədə. Əslində ondan əvvəlki bir belə deyək də təmsil etdiyim bir tədbirdən danışmaq istərdim ki, oradan artıq gələcəm.
Bundan əvvəl mən iştirak elədim BMT-nin Viyanadakı qərargahında, BMT-nin Narkotiklər və Kriminal Cinayətlər üzrə Komissiyası UNODC-nin Gənclər Forumu var idi. Orada iştirak elədim, yenə yeganə Azərbaycanlı olaraq təmsil elədim və bununla çox böyük qürur hissi duyuram və daha sonra artıq bundan sonra belə deyim də BMT-nin qərargahında olmağın başqa bir belə deyək təəssürat yaradır insanda və bunun şokunu mən üstümdən ata bilməmişdim hələ də və mən başqa bir belə deyək application formanı gördüm ki, BMT-nin Yardaniyada da Global Forum adlı tədbiri var, forumu var və apply eləməyə qərara gəldim. Yəni yenə yeganə Azərbaycanlı olaraq iştirak elədim və bu forum digərinə nisbətən tamamilə fərqli idi. Çünki 200 nəfər dünyanın hər yerindən, hətta elə ölkələr var idi ki, biz onların adlarını belə bilmirdik. Çox xırda ada dövlətləri və s. ölkələrdən insanlar gəlmişdi və onlarla biz təcrübələrimizi bölüşdük. Eyni zamanda onlar da bizlərlə təcrübələrini bölüşdü. Heç eşitmədiyimiz mövzularda biz təcrübə mübadiləsi yaşadıq və bu olduqca müsbət təəssüratlarla mən artıq oradan qayıtdım. Əla, istərdim ki, Cavid də təcrübə proqramında çıxış etmiş gənc olaraq öz yaşıdlarına, biz izləyən maqlara bir neçə nə bilim söz deyərdi, nə üçün qoşulmalıdılar onlar, nə üçün həyatlarına rəng qatmalıdılar. Elə sənin dilindən eşitsinlər. Bu ixtisas üzrə, məsəl üçün beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan və yaxud çalışan tələbələr məsləhət görərdim ki, UNDP-nin proqramına qoşulsunlar. Bu proqramdan alacaqları sertifikat və recommendation onları gələcək perspektivlərini daha da inkişaf etdirməsində özünü göstərə bilər. Yəni çalışın ki, perspektivli olun. Elə Cavid kimi perspektivli olun maqlar. Və son olaraq Ruslan, buyurun, bizi gələcəkdə, yəni yaxın gələcəkdə BMT-dən nə kimi sürprizlər gözləyir, nələr olacaq, studiyamıza kimlər dəvət olunacaq, artıq indidən onun planlarını qurmağa başlayaq. Birləşmiş Millətlər Təşkilatının bu ilki yubileyinin bir sloqanı var. O sloqanın adı güclü BMT, daha yaxşı dünya deməkdir. Və bu Birləşmiş Millətlər Təşkilatı, onda çox çətinliklər var, qarşısında çox problemlər var. Amma Birləşmiş Millətlər Təşkilatı güclü olsa, dünya daha yaxşı, dünya daha sülhsevər ola bilər. BMT-nin bir neçə məqsədləri var. Bunlar insan hüquqlarının qorunması, dayanıqlı inkişafın təmin edilməsi və dünyada sülh və təhlükəsizliyin təmin olunmasıdır. Məhz bu məqsədlər naminə BMT-nin güclənməsi üçün bütün dünya ölkələri bir yerə gələrək, bir stol arxasında oturaraq əməkdaşlıq etməli və daha yaxşı dünyaya nail olmalıdır. Əla, təşəkkür edirik. Bəlkə elə o sloqanı birlikdə səsləndirək. 3, 2, 1. Strong UN, better world. Maqlar, hazırda Biznes İnkubasiya Mərkəzinin açılışındayıq. Burada bizim üçün, yəni gənclər üçün əla fürsətlər olacaq. Təklif edirəm ki, harda olmağınızdan asılı olmayaraq hər kəs yığışsın ekran qarşısına və mənimlə birgə gedək açılış mərasimini izləməyə. Razısınız? Elə isə getdik. Bütün gənclər üçün açıq və mövzusunda alətlər bu burada bir
Maqlar, düzü mən heç təəccüblənmədim ki, Gənclər və İdman Nazirliyi yenə öz dəstəyini hər zaman dəstəyə ehtiyacı olan gənclərə göstərib və yenə də yanımda Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayevdir. İntiqam müəllim, xoş gördük sizi də bu tədbirdə. Sizi görmək çox xoşdur hər zamanki kimi. Mən də qarşılıqlı olaraq. Və bizi maraqlandıran mövzulardan biri budur ki, bunu necə bacarırsınız? Hər zaman gənclərin yanındasınız, hər yerdə və hər zaman onlara dəstəyinizə heç vaxt əsirgəmirsiniz. Əslində biz sadəcə olaraq çalışırıq ki, bugün ölkədə gedən dövlət siyasətinin bizim sahəmizə aid olan hissəsini tam belə deyək də məsuliyyətlə həyata keçirək. Əlasız və növbəti bir sualım. Bu layihəni, hansı ki biznes inkubator layihəsini dəstəklədiniz və nə gözləyirsiniz? Gələcəyə olan ümidləriniz nələrdir? Müasir dövrün tələbləri var. Bugün Azərbaycan gəncliyi çox yaradıcı, çox kreativ düşüncəyə malikdir və istər ictimai sahədə, istər mədəniyyət, elm və digər sahələrdə olduğu kimi iqtisadiyyat sahəsində də çalışır ki, öz yeni ideyalarını ortaya qoysun. Və bugün biz açılışında iştirak etdiyimiz Biznes İnkubasiya Mərkəzinin də ideyası həm bu sahə baxımdan, eyni zamanda da bilavasitə bu düşünürəm ki, gənclər arasında məşğulluğun artırılması, gənclər arasında iqtisadi biliklərin artırılması, gənclər arasında biznes ideyaların, sahibkarlıq ideyalarının təbliğ edilməsinə xidmət edən bir məkandır və burada bir neçə maraqlı ideyalar özlərinə müəyyən müddətə bir məkan əldə edə bilər, bir ocaq əldə edə bilər ki, onlar burada bir müddət öz biznes ideyalarının inkişafına məşğul olacaqlar. Və mən onlara uğurlar diləyirəm və əminəm ki, onlar bir müddətdən sonra buranı artıq çox ciddi bir şirkət olaraq, çox ciddi bir artıq inkişaf etmiş biznes ideya olaraq tərk edəcəklər və böyük bir həyata qədəm qoyacaqlar. Onların da yerini artıq digər gənclər, yəni yeni ideyalarla onlardan nümunə götürərək qoşulacaq və buranın biz daimi fəaliyyət göstərən bir məkan kimi gözləyirik, görürük və bu layihənin də davamlılığına çalışacağıq nazirlik olaraq və söz yox ki, bizim partnyorlarımızdır. Təşəkkür edirik və ideya demişkən istərdim ki, ideyanın yaranması haqqında da bizə biraz məlumat verəsiniz. Mümkündürmü? Yəni əslində bu ideya gənclərə məxsus olan ideyadır. Biz Gənclər İdman Nazirliyi olaraq bizim demək gənclərin vətəndaş cəmiyyətinə debat ictimai birliyinin təşəbbüsünü dəstəklədik və bu layihə sadəcə olaraq bugün biz toplaşdığımız artıq onun belə deyək də final mərhələsidir. Bundan əvvəl bir müddət artıq Bakıda və regionlarımızda bu layihə çərçivəsində kifayət qədər maraqlı tədbirlər keçirilib, təlimlər keçirilib və ən maraqlısı odur ki, qısa bir müddətdə təkcə bir layihə çərçivəsində 5000-ə yaxın gənc bundan yararlana bilib. Və biz bizim bu yaradıcı potensial olan gənclərimizin təşəbbüslərini dəstəklədik və bugün də artıq onu görürük ki, heç də səhv addım atmamışıq ki, bu ideyaya dəstək vermişik. Təşəkkür edirik və minnətdarlığımızı bildiririk. Çox sağ olun. Maqlar, əgər ağlınızda hər hansı bir biznes ideyaları varsa, saxlayın, o ideyaları daha da təkmilləşdirməyə cəhd göstərin, hətta təkmilləşdirmək üçün bu mərkəzə üz tutun, çünki sizin ideyalarınızı reallaşdırmaq üçün ikinci bir məkanı düşünə bilmirəm. Bunu necə etməlisiniz, nə cür etməlisiniz, kimlərlə məsləhətləşməlisiniz, bu haqda öyrənmək istəyirsinizsə daha ətraflı növbəti müsahibimlə olan söhbətimizi diqqətlə dinləyin. Seymur, xoş gördük elə sizin öz ofisinizdə və təbrik edirik açılış münasibəti ilə. Necəsiz? Təşəkkürlər. Bu açılışdan sonra əladan başqa söz məncə deyə bilmərəm. Hər zaman əla olun və sualım ondan ibarətdir ki, ümumiyyətlə bilməyən dostlarımıza USINC proqramı barədə ətraflı məlumat verə bilərsinizmi? USINC proqramı nədir? USINC gənc sahibkarlar üçün bir platformadır və bu platformanın qlobal məqsədləri var. Biz ancaq sahibkarlar yetişdirmirik. Bizim məqsədimiz Azərbaycanda kiçik və orta sahibkarlığın formalaşdırılmasına töhfə verməkdir. Bizim məqsədimiz Azərbaycanda orta sinifin genişləndirilməsinə töhfə verməkdir. Bu istiqamətdə də ideal vasitə təbii ki, yeni bizneslərin, yeni sahibkarlıq obyektlərinin yaradılmasıdır və bu sayədə də biz də onlara dəstək göstəririk. Və növbəti sualım olan ibarətdir ki, ümumiyyətlə bu ofisdə nələr düşünürsünüz gələcəyi barədə? Yəni gənclər nə işlərlə məşğul olacaqlar? Bu ofis, bu mərkəz, yəni gənclər təşkilatı anlayışından biraz kənardır. Bu da gənclər üçün mərkəzdir.
ancaq gənc sahibkarlar üçün mərkəz. Yəni bura gəlmiş şəxslər, buranın rezidentləri artıq öz biznesləri haqqında düşünübdür, onu ideya olaraq formalaşdırıb, onu biznes plan şəklinə salıbdır və artıq məhsul və ya xidmət istehsalı ilə məşğul olacaq burada. Bizim rolumuz bunda ondan ibarətdir ki, biz həmin gəncləri yönləndirəcəyik. Bizim ekspertlər, mentorlar, təlimçilərimiz onlara yol göstərəcək. Nəyi düzgün etməyiblər, harda nəyi daha yaxşı edə bilərlər. Digər tərəfdən bu təbii ki, infrastrukturdur. Ofisin imkanları, yəni burada olan iş masasıdır, istər çap vasitələri, kommunikasiya vasitələri, bütün hər bir şey gənclərə tam təmənnasız olaraq təqdim olunur. Bəs hazırda bizi izləyən, sizin bütün sözlərinizdən həvəslənən gənclər var ki, mən sizin ailənizə qoşulmaq istəyirlər. Bu necə bacara bilərlər, Seymur? Bu çox sadədir. Usync.az saytı fəaliyyət göstərir. O sayt vasitəsilə qeydiyyatdan keçib bizimlə əlaqə saxlamalıdırlar. İlk elan məhz bu mərkəzdə rezident olmaq üçün noyabrın əvvəllərində artıq gedəcəkdir. Bundan sonra gənclər müraciət edir. Onlar intervyuya dəvət olunurlar. Öz biznes ideyalarını ekspert qrupuna təqdim edirlər. Biznes ideyaları bəyənildiyi halda 3 ay ərzində təxminən onlar təlimlərdən keçirlər, öyrənirlər, biznes planını formalaşdırırlar və son nöqtə olaraq ekspert qrupunun qərarından biznes inkubatorun rezidenti adını qazanırlar və növbəti minimum 1, maksimum 2 il ərzində bu məkanda bizimlə birlikdə olmaq şansı əldə edilir. Təşəkkür edirik və söhbəti çox uzatmaq istəmirəm, çünki düşünürəm ki, bu yaxınlarda əgər elə gənclərin də iş başında olduğu bir vaxtda gəlib MAQ seçəksə, daha məqsədə uyğun olacaq. Çox sağ olun. Sürpriz! Maqlar, düşündün ki, mən elə özüm sizə böyük bir sürprizəm. Nəysə, məsələ orada deyil. Məsələ budur ki, payızın çox gözəl günlərini yaşayırıq və sizinlə açıq havada sağollaşmaq istəməyimin əsas hədəfi də, məqsədi də elə budur. Görürsünüz ki, narın yağış yağır və bu mənə çox ləzzət edir. İndi isə bəlkə də bir neçə həftədən sonra sizinlə artıq açıq havada sağollaşa, nə də sağollaşa bilməyəcəm uşaqların əlindən. Lakin bugün bunu etmək istədim və etdim. Bugünlük isə bu qədər. Hələlik!